Proqramımıza yeni qoşulan tamaşaçılar, sabahınız xeyir olsun. 8 aprel 2010-cu il tarixini yaşayırıq və proqramımızın əvvəlində qeyd etmişdik ki, biz Çanaqqalada Azərbaycanlı şəhidlərin xatirəsinin əbədiləşdirilməsi barədə söhbət edəcəyik və buna əlaqədar olaraq bizim studiyamızın qonaqları olacaq və qonaqlarımız artıq buradadır. İstərdim onları sizlərə təqdim edim. Belə ki, Beynəlxalq Diaspora Mərkəzinin sədri İsmail Ağayev və Diasporanın Səsi jurnalının baş redaktoru professor Vaqif Arzumanlı. Sabahınız xeyir olsun. Sabahınız xeyir olsun. Xoş gününüz olsun. İsmail, mən artıq belə deyək, Azərbaycanlı şəhidlərin xatirəsi əbədiləşdirilib. Bu proses barədə qısaca olaraq məlumat verərdiniz. İlk növbədə Çanaqqalada şəhid olmuş minlərlə Azərbaycan türklərinin xatirəsinə uzaldılmış lövhə ilə bağlı Azərbaycan xalqını təbrik edirəm və bu məsələdə Beynəlxalq Diaspora Mərkəzinin apardığı ardıcıl bu işdə, bu mübarizədə Azərbaycan dövlətinin bizə verdiyi dəstəyə görə Azərbaycan dövlətinə və onun rəhbərliyinə təşəkkürümüzü Diaspora Mərkəzi adından bildiririk. Siz bilirsiniz ki, ilk dəfə Beynəlxalq Diaspora Mərkəzinin apardığı bu gördüyü bu layihəni parlamentdə müzakirə edərkən parlamentin sədri hörmətli Oqtay müəllim bu məsələni deməli parlamentin gündəlinə çıxartmışdır, məsələni qaldırmışdır. Ondan sonra bizim Xarici İşlər Nazirliyində görüşlərimiz və ölkə rəhbərliyinin bizə verdiyi deməli dəstək nəticəsində bu layihənin gerçəkləşməsi həyata keçdi. 94 il bundan öncə könüllü olaraq o vaxtı Azərbaycanın bölgələrindən, həm də Qərbi Azərbaycandan, Təbrizdən, Qarabağdan könüllü olaraq Çanaqqalada türk qardaşlarımıza dəstək olaraq vuruşmuş minlərlə Azərbaycanlıların ruhu çox narahat bir vəziyyətdə idi və biz ardıcıl olaraq bu tədbirləri keçirtməklə nəhayət ki, Türkiyə dövlətinin də bizə verdiyi dəstək, Türkiyə dövlətinin rəsmilərinin də bizə etdiyi yardım nəticəsində və mən buradan xüsusilə Türkiyənin Azərbaycandakı səfirliyi Hulusi Qılıcın xidmətini xüsusi qiymətləndirmək istəyirəm və təşəkkürümüzü bildirdik ki, bu layihənin həyata keçirilməsinə biz nail olduq. Mən hesab edirəm ki, Allahın izni ilə, möhtərəm prezidentimiz təşəbbüsü ilə Çanaqqala hadisələrinin növbəti il dönümündə orada möhtəşəm bir abidənin qoyulmasına biz nail olacaq. Hal-hazırda Çanaqqalada bizim lövhə var. Lövhənin üzərində yazılmış deməli yazılar Azərbaycanın Xarici İşlər Nazirliyinin Ankaradakı səfirliyi adından qoyulubdur. Sadəcə Beynəlxalq Diaspora Mərkəzi bu məsələdə bir iştirakçı olmuşdur. Əsas burada yük güc dövlətin üzərinə düşmüşdür. Bəli. Vaqif müəllim, istərdik ki, siz də Diaspora Səsi jurnalının baş redaktoru olaraq bu münasibədə... Üzr istəyirəm, biz o barədə danışırıq, amma artıq tamaşaçılarımız həm görüntüləri görürlər. Baxın bu lövhə barədə. Lövhənin görürlər. Bəli. Buyurun. Mən əvvəlcə hər şeydən qabaq səhərin tamaşaçılarını salamlayıram. İsmail müəllimin qeyd elədiyi kimi bizim belə deyək, milli qürur yerimiz, bizim milli vətənpərvərlik hissimiz, bizim tarixi qəhrəman keçmişimizlə, dövlətçilik ənənələrimizlə bağlıdır və hər yerdə biz fəxr edirik ki, Azərbaycan xalqı, Azərbaycan torpağı dünyanın belə sevib seçilən xalqlarından, belə qiymətli coğrafi məqamdan qiymətli bir əraziyə malik bir xalqıq, dövlətik və bizim çox böyük ənənələrimiz var. Bu ənənələri reallaşdırmaq üçün, həyata keçirmək üçün bir sıra təşkilatlar, istər belə deyək, qeyri-hökumət təşkilatları səviyyəsində, istər dövlətin bilavasitə belə deyək, xidməti, dəstəyi sahəsində biz çox iş görə bilərik. Fakt, sübut, bax, Beynəlxalq Diaspora Mərkəzinin bu gördüyü işdir. Düzdür, bu işdə bizə hamı dəstək oldu. Bizim ölkəmizin hörmətli cənab prezidentimizdən başlamış, bütün qeyri-hökumət təşkilatları forumuna qədər. Beynəlxalq Diaspora Mərkəzi ümumiyyətlə yarandığı gündən bizim dövlətçilik tariximizə, bizim milli vətənpərvərlik hisslərimizə, bizim şanlı keçmişimizə və bugün Azərbaycanın beynəlxalq münasibətlərdə tutduğu yerə dair çox işlər görüb. Amma bizim bu şərəfli işlərimizdən biri məhz Çanaqqalada bu lövhənin qaldırılmasıdır. İsmail müəllim qeyd elədi, biz bu təşəbbüsü qaldıranda çoxları deyirdi ki, 94 il bundan qabaq olmuş hadisədə siz nə tapacaqsınız, nə edəcəksiniz? Ola bilər sizin bu işiniz uğursuzluqla nəticələnsin. Amma nə yaxşı ki, 94 ildən sonra Azərbaycandan nümayəndə heyəti getdi Çanaqqalaya ilk dəfə. Sonra biz məsələ qaldırdıq. Dövlət səviyyəsində bu məsələlər həll olundu və bugün Çanaqqalada 1915-ci ildə şəhid olmuş türklərlə yanaşı Azərbaycan türklərinin də, Azərbaycanlıların da deməli, ruhunun şad olması böyük şərəfdir. Mən bircə faktı sizə deyim, bu tamaşaçılarımız üçün çox maraqlı olar. Çanaqqala döyüşü dünya tarixində, savaş tarixində çevriliş elədi. Yəni, əgər Çanaqqala döyüşü
Allah eləməsin, məğlubiyyətlə başa çatsaydı, yenə deyirəm Allah eləməsin, bu gün nə Türkiyə olardı, nə Türk dövlətləri, nə də Azərbaycan dövləti. Çanaqqalada Mustafa Kemal Paşa Atatürk 253 min, onların içərisində bizim soydaşlarımız Azərbaycanlılar da var, 253 min şəhid verdi və o şəhidləri verəndə parlamentdə Mustafa Kemal Paşadan soruşdular ki, paşam, nədən bu qədər əskərisiz şəhid verdiniz? Dedi ki, hörmətli mənim parlamentarilərim, unutmayaq ki, Türkiyədə Məhmədcikləri doğacaq qızlarımız, analarımız çoxdur. Amma İstanbulu doğacaq anamız yoxdur. Bu böyük şərəf idi. Bu şərəfli tarixdə Azərbaycanlıların da imza atması çox sevindiricidir. Mən istəyirəm İsmail müəllimlə söhbətimizi davam etdirəyim. Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması istiqamətində işlər görmüsünüz və bu işlərdən söhbət açardınız ki, hansı ölkələrdə Azərbaycan həqiqətlərinin ümumiyyətlə Xocalı Ədalət kampaniyası çərçivəsində gördüyünüz işlər barədə məlumat verərdiniz. Mən ilk öncə Çanaqqala ilə bağlı fikrimi də yekunlaşdırım. Burada Çanaqqala ilə bağlı bir kitab yazılıbdır. Bizim Yaşar Aksan deməli yazıcı. Bir avuç kan, bir avuç torpaq. Yəni Çanaqqalanın hər bir qarışı qanla yoğrulubdur, qanla. Necə ki, erməni qəsbkarları Xocalıda bizim vətəndaşlarımızın qanını tökdülər o torpaqlara. Bax, Çanaqqalada da Türk və Azərbaycan qardaşlarımızın qanı o qanla yoğrulub və burada da Azərbaycan şəhidləri haqqında yazılıb. Atatürkün ən yaxın silahdaşlarından biri Azərbaycanlı olub və o qəhrəmancasına şəhid olubdur. Və bu haqda təhqiqatlar gedir, işlər aparılır. Bizim hörmətli professorlərimizin, dəyərli ziyalılarımızın iştirakı ilə bu məsələləri biz yenidən araşdırıb öyrənəcək ki, o abidənin qoyuluşuna qədər. Beynəlxalq diaspora mərkəzi olaraq siz bilirsiniz ki, yarandığın gündən Vaqif müəllim bayaq ərz elədi. Biz Azərbaycançılıq ideyalarını Azərbaycandan kənarda təbliğ etmək istiqamətində böyük işlər görürük. Bizim Azərbaycandan kənarda Avropa nümayəndəliyimiz fəaliyyət göstərir, Rusiya nümayəndəliyimiz, Türkiyə nümayəndəliyimiz fəaliyyət göstərir. Məhz bir fakt sizin nəzərinizə çatdırmaq istəyirəm ki, Leyla xanım Əliyevanın başladığı Xocalıya Ədalət kampaniyası çərçivəsində 2008-ci ildən bəri bu yana biz İsraildə keçirdiyimiz Xocalıya Ədalət kampaniyası 2009-cu ildə Taksim meydanında bax bu göstərilir. Taksim meydanında 10 minlərlə insanın etdiyi yürüyüş. Əlican keçid məntəqəsində yalançı erməni soyqırıma yox deyirik. Minlərlə insanın deməli mitinq etməsi və nəhayət son olaraq bizim Məşvərət Məclisinin sədri olaraq biz bilirik ki, parlament deputatları ilə biz birlikdə çalışırıq və Gülər Əhmədova bərabər. Bax o görüntü Masaryk Universitetində Çexiyanın ən tanınmış universitetlərindən biri olan Masaryk Universitetində 100-ə yaxın tələbə müəllim heyəti qarşısında Xocalıya Ədalətə dəstək kampaniyası çərçivəsində filmin göstərilməsi, kitabların verilməsi, Heydər Əliyev Fondu tərəfindən hazırlanmış bu kitabların yayılması. Məhz həm bu məsələlərdə mən xüsusilə vurğulamaq istəyirəm ki, qeyri-hökumət təşkilatı olaraq bizim Azərbaycandan kənarda səfirliklərimiz, konsullarımız bu məsələdə bizə çox böyük dəstək verirlər. Məhz təşkilatımızın apardığı bu xətt Azərbaycançılıq ideyalarına xidmət etdiyinə görə bu istiqamətdə artıq biz ali təhsil ocaqlarına nüfuz etməyə başlamışıq Azərbaycandan kənarda. Və bu işi biz davam etdirəcəyik və gələcəkdə də hesab edirəm ki, Beynəlxalq Diaspora Mərkəzinin apardığı xətt, onun arxasında dövlətin durduğunu, onun arxasında dövlətin dəstəyini biz hiss edərək daha da fərəhlənirik, daha da ürəklənərək bu işləri ardıcıl olaraq aparmağı biz öz qarşımıza bir vəzifə kimi qoymuşuq. Azərbaycan həqiqətlərinin çatdırılması istiqamətində Diasporanın Səsi jurnalında xüsusi etmək istəyirəm. Ki, bu jurnalda da eyni zamanda Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması barədə geniş məqalələr dərc olunub. Bu barədə danışarda biz tamaşaçılara göstərərdik burada yazılanları. Deməli, Diasporanın Səsi jurnalı özünə məxsus bir jurnaldır. Bu jurnal 3 dildə çıxır. Azərbaycan dilində, Türk dilində və Rus dilində. Yəni, burada gedən materiallar bu 3 dildə verilir. Bu jurnalda bizim diasporumuzun fəaliyyəti ilə bağlı ən qiymətli, ən maraqlı məqamlar öz əksini tapır. Bilirsiniz, diasporun fəaliyyəti güclü olanda elə bilin ki, xarici ölkələrdə Azərbaycana münasibət də çox səmimi olur. Diasporun fəaliyyəti güclü olanda elə bilin ki, Azərbaycan vətəndaşının, Azərbaycanın haqq səsinin əks-sədası da çox güclü olur. Dünyada bir sıra millətlər öz diaspor fəaliyyəti ilə güc qazanıblar, hörmət qazanıblar. Nə yaxşı ki, indi Azərbaycan xalqının bu saat xarici ölkələrdə 10 milyondan artıq diaspor deməli tərkibi var. Və bu diaspor nümayəndələri o dövlətlərin
ictimai siyasi həyatında fəal iştirak edirlər. İndi təsəvvür eləyin ki, son bir neçə ildə Azərbaycan diasporu ilə türk diasporu əl-ələ verib, bu iki qardaş diaspor parlamentlərə seçkilərdə iştirak edirlər. Ölkə prezidentlərinin seçkilərində iştirak edirlər. Qubernator seçkilərində iştirak edirlər. Siz əgər Rusiyaya, Almaniya deməli respublikasına diqqət yetirsəniz görərsiniz ki, orada artıq istər tutaq ki, Dumaya seçkilərdə, istərsə də deməli Almaniya Bundestagı Yaşadıkları ölkənin ictimai siyasi həyatında aktiv əvvəllər iştirak bu yox edirlər. idi. Bəli. Əvvəllər Azərbaycan diasporunun təşkilatlanması zəif idi. Amma indi Azərbaycan diasporu təşkilatlanıb görürsünüz. Rusiya Azərbaycanlıları Konqresi, Almaniya Azərbaycanlıları Konqresi, Ukrayna Azərbaycanlıları Konqresi və onda bir neçə il bundan əvvəl deyirdilər ki, bu yazıq ermənilərdən nə istəyirsiniz, xarici ölkələrin nümayəndələri. Amma o diasporun fəaliyyəti nəticəsində əlbəttə Azərbaycan dövlətinin uzaq görən və məqsədyönlü siyasəti ilə birlikdə. İndi hiss eləyirlər ki, ermənilərin də əməlləridir bu bizə qarşı. Dağlıq Qarabağ münaqişəsi ermənilərin Azərbaycana torpaq iddiasıdır, ərazi iddiasıdır. Burada milli müqəddəratı həll etmə məsələsi arxa plandadır. Burada diasporun rolu mütləq qeyd olunmalıdır. Bax müəllim, xüsusilə də bax bizim son dövrlərdə keçirdiyimiz tədbirlərdə diaspora komitəsi ilə Azərbaycandan kənarda yaşayan türk federasyonları, Bəli, Azərbaycan təşkilatları, türk federasyonları, Atatürk Düşüncə dərnəkləri birgə biz fəaliyyət proqramları qurmuşuq. Məsələn, əvvəllər çox səmimi sizə demək istəyirəm ki, əvvəllər hardasa belə bir fikir formalaşırdı, hər ayrılıqda bir mübarizə aparsın. Ancaq son dövrlərdə, xüsusilə də 2007-ci ildə möhtərəm prezidentimiz Türk və Azərbaycan diasporalarının birinci konfransından sonra diaspora komitəmiz artıq bu işi canlandırmağa başladı. Və elə məsələlər var ki, diaspora komitəsi tutaq dövlət təşkilatı olaraq, biz qeyri-hökumət təşkilatı olaraq biz onların yanında olaraq. Elə məsələ var ki, biz məsələlərini aparırıq. Elə məsələ var ki, diaspora komitəsinin biz arxasında dururuq, böyründə gedirik və ardıcıl birlikdə bir işlər aparırıq. Nə gözəl ki 17-18 oktyabrda 2009-cu ildə cənab prezidentimizin təşəbbüsü ilə Türk və Azərbaycan toplumlarının qurultayı keçirildi Azərbaycanda. Birgə TRT Avaz televiziyası yarandı. Türk və Azərbaycan parlamentlərinin bir deməli qurultayı keçirildi və bu bir daha göstərir ki, qarşıda məkirli düşməni, erməni daşnaqları kimi düşməni olan bir diasporası yatmamalıdır, ziyalısı yatmamalıdır. Bu günlər bu diaspora fəaliyyət göstərir və Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması istiqamətində çox mühüm işlər görür və sizə bu işlərinizdə təşəkkür edirəm. Uğurlar arzu edirik. Qeyd etmək istərdim ki, bizim studiyamızın qonaqları Beynəlxalq Diaspora Mərkəzinin sədri İsmail Ağayev və eyni zamanda Diasporanın Səsi jurnalının baş redaktoru professor Vaqif Arzumanlı idi. Sizə təşəkkür edirəm. Biz də təşəkkürümüzü bildiririk. Həmişə Azərbaycan televiziyası diasporamıza xüsusi deməli fəaliyyətimizə yer veribdir. Və Azərbaycan televiziyası hər zaman həqiqətlərin eyni zamanda çatdıranlara dəstək olur və sizə bu işlərinizdə uğurlar arzu edirik. Təşəkkür edirik. Sizə proqramımız davam edir. Sağ olun. Sağ olun.